Son vaxtlar həm uşaqlar, həm də böyüklər arasında qəribə görkəmli oyuncaqlara maraq artıb. Bu oyuncaqlardan biri də Labubu adlanan fiqurdur. Bəziləri bunu sadəcə dəb hesab eləyir, bəziləri isə psixoloji təsirlərindən narahatdır. Paytaxt sakinləri bu mövzuda nə düşünür? Bu cür oyuncaqlar insan psixologiyasına mənfi təsir göstərə bilərmi? Əslində baxanda heç bir mənfi təəssürat oyatmır, amma insanların bu qədər aludəçi olması biraz qəribə hiss etdirir. Çünki sadəcə bir oyuncaqdır. Məlumatım yoxdur düzün sözü. Elə çox vaxt sərf eləmirəm sosial media. Amma yəqin ki təsir edəcək. Məncə var. Nəyə görə belə fikirləşirsiniz bəs? Bir tanışım var, onun uşağı istəyirdi. Sonra onu əldə edəndən sonra başladı gecələr qorxmağa ona görə. Məncə xeyr. Nəyə görə? Normal düşünən adam niyə təsir etsin ki? Oyuncaqdır da normaldır, yəni. Sadəcə oyuncaq. Oyuncaqdır, bəli. Məncə belə deyim də, uşaqlara daha çox mənfi təsir göstərə bilər, hətta onlara psixoloji tərəfdən mənfi təsir göstərə bilər. Məncə yəni olğun, yəni insanlara o qədər mənfi təsir göstərə bilməz, yəni yetkin insanlara. Amma ki uşaqlara yəni belə deyim də tövsiyə olunacaq bir oyuncaq deyil. Çünki həqiqətən də yəni belə deyim də uşaqlar üçün o vahimə bürüyücü bir şeydir. Amma yetkin insanlar üçün yəni o qədər də belə deyim də o qədər yəni maraq dairəsi altında olmur da. Onlar üçün yəni qorxu, adrenalin bunlar yox, amma balacalar üçün tövsiyə olunmur elə oyuncaqlar. Məncə mənfi təsiri necə ola bilər? Yəni böyüklərə yox, amma balaca uşaqlara təsir göstərə bilər. Psixoloji cəhətdən də mənfi təsir göstərə bilər. Çünki böyüklər yəni başa düşürlər ən azından, amma balaca uşaqlara tövsiyə görmürəm. Çünki o cür qəşəng oyuncaqlarımız var, amma belə vahiməli, qorxulu oyuncaqlar məncə tövsiyəli deyil. Məncə yox. Yəni adi oyuncaqdır da. Adamın əgər özündə nəsə problem varsa olar, yoxdursa yox məncə. Bəs uşaqlara? Uşaqlara məncə olar, çünki üzləri biraz qəribədir onların ona görə. Düşünürəm böyüklərə o qədər təsir olmaz, amma uşaqlara müəyyən təsirləri ola bilər. Həm bu çizgi film personajlarında özünü göstərə bilər, müxtəlif personajlar ola bilər ki, bunlar bizə normal gələ bilər, amma uşaq psixologiyası üçün bunlar diqqət olunması məsələlərdir məncə.